19-cu əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. 19-cu əsrdə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqları iki yerə bölündü və Şimali Azərbaycanın cənub əraziləri ilə coğrafi əlaqələri kəsildi. Xalqımızın tarixini əks etdirən müxtəlif dövrdə yazıya alınan əsərlər, əlyazmalar Azərbaycandan kənara aparılmağa başladı. Yəni Rusiya Azərbaycan əsərlərini kənarlara daşıyırdı. Hələ Şah 1-ci İsmayılın hakimiyyət dövründə yaranmış Şeyx Səfə məqbərəsinin kitabxanası o dövrdə Şərqin ən zəngin kitabxanalarından biri idi. 1828-ci ildə Şeyx Səfi məqbərəsində olan qiymətli əlyazmalar qənimət kimi müsadirə olundu. Minlərlə əlyazma xüsusi mühafizə altında Tiflisə göndərildi. Tiflisdə əlyazmaların siyahısı tərtib olundu və onlar Peterburq İmperator Kitabxanasına, indiki Saltkov-Şedrin adına Rusiya Milli Kitabxanasına aparıldı. Həmin əlyazma və kitabların bir çoxu bu gün də orada saxlanılır. Təhsil. Çar Rusiyasının Azərbaycandakı təhsillə bağlı siyasəti bundan ibarət idi ki, təhsilin əsas məqsədi o idi ki, yerlərdəki dövlət idarələrində işləyə biləcək məmurlar hazırlansın. Bunu o tərəfə getməsin. Yəni yerli əhalinin içindən onlara kömək olacaq, onlara sədaqətli olacaq ruspərəst məmurlar yetişdirməkdən ibarət idi təhsilin əsas məqsədi. İmperiya daxilində yaşayan xalqların milli mənəvi dəyərləri, adət-ənənəsi, mədəniyyəti kölgədə qalsın. Təhsil yalnız Çar hökumətinə sədaqətli təbəələr tərbiyə etməyə xidmət göstərsin. Baxın, bizim mədəni abidələrimizi, kitablarımızı, yəni mədəniyyətə aid olan hər şeyimizi daşıyıb özləri aparırdılar. Azərbaycan xalqının savadsız qalmasına çalışırdılar. Savadlandırmağa çalışdıkları şey də sadəcə olaraq bir Azərbaycanlı məmur ola biləcək səviyyədə savadlı olsun və yalnız Rusiyaya sədaqətli olsun. Yəni bizi bir qapaq altına salıb oradan kənara çıxmağa qoymurdular. Çarizm siyasətini iki istiqamətdə həyata keçirirdi. Bir, nüfuzlu ruhanilərin idarələrdə məmur vəzifələrini təyin edərək öz xidməti qulluqçusuna çevirmək. İki, Azərbaycanlı uşaqları rus məktəblərində oxuyub onlardan rus milli təbəələr hazırlamaq. Yəni milli mənafeyimizi unutturmağa çalışırlar, dinimizi, kimliyimizi unutturmağa çalışırdılar. Yeni bir özləri üçün kukla və yaxud da özləri üçün bir kölə yetişdirməyə çalışırdılar. Bu məqsədlə 1828-ci ildə Tiflisdə Azərbaycanlılar üçün əmanətlər məktəbi açılmışdı. Çar hökuməti zəbt etdiyi Azərbaycan xanlıqlarından əsilzadə Azərbaycanlıların uşaqlarını girov götürür, onların bu məktəbdə təhsilə cəlb eləyirdi. Aşağı təbəqənin, aşağı kütlənin uşaqları oxumurdu. Ancaq yuxarı əsilzadə Azərbaycanlılarını götürürdü və bu məktəblərdə təhsilə cəlb edirdi ki, onları gələcəkdə öz köləsinə çevirə bilsin.